Sizlərə autizmin səbəb olduğu deyilən, amma elmi cəhətdən təkzib olunmuş bəzi doğru bilinən yanlışlardan danışacağam. Ən geniş yayılanı vaksinlərin autizmə səbəb olduğu iddiasıdır. Bu iddia 1998-ci ildə Andrew Wakefield adlı bir həkimin saxta araşdırmasından qaynaqlanır. Araşdırma rəsmi şəkildə saxtakarlıq kimi sübutlanıb, müəllifin həkim lisenziyası ləğv olunmuşdur. İkincisi, tərkibində gluten və kazein olan qidaların, xüsusən də süd və buğda məhsullarının autizm yaratması iddiasıdır. Həqiqətdə isə bu maddələr bəzi autizmli uşaqlarda həzm problemlərinə səbəb ola bilər, amma autizmin yaranmasına səbəb olmur. Qidalanma yalnız simptomlara təsir edə bilər. Digər bir iddiamız isə ana uşağa qarşı soyuq davranırsa, uşaq autizmli olur. Təbii ki, bu da yanlış bir iddiadır. Autizm neyroinkişaf pozuntusudur. Ailə münasibətləri ilə heç bir əlaqəsi yoxdur. Həmçinin planşet, telefon və televizorun autizm yaratması da iddia olunur. Həqiqətdə isə uzun ekran vaxtı dil və sosial bacarıqları ləngidə bilər, amma autizmə səbəb deyil. Sadəcə bəzi autizmə bənzər davranışlar yarada bilər, xüsusən də sosial geriləmə. Autizmi düzgün anlamaq, fərqli qəbul etməklə başlayır. Miflərə deyil, elmi faktlara inanmaq.